Salam əziz abituriyentlər. İstəyirəm ki, bugün sizlərlə bərabər güvənin bugünkü sınağından Azərbaycan dili üzrə qrammatika mövzularının izahına baxaq. Gəlin başlayaq. Birinci sualda qeyd olunub ki, cümlə ilə bağlı klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Çırağın gur işığı bir qədər azalmışdı, həyətdə külək, ağacların xışıltısı eşidilirdi. Feillər quruluşça düzəltmədir. Bəli, azdan azalmaq, eşitməkdən eşidilmək. Bu doğrudur. Feillər şuhidi və nəqli keçmiş zamandadır. Azalmışdı, mış, nəqli keçmiş zaman, eşit, eşidilir. Burada ir, indiki zaman şəkilçisidir, di isə idi hissəcidir, qısaldılmış forması verilmişdir. Deməli, bir cavabımız ola bilməz. Mənsubiyyətə görə dəyişmiş isimlər adlıq haldadır. Çırağın gör işığı ın, yəlik, ı mənsubiyyət, yəni adlıq hal. Ağacların yəlik, xışıltısı mənsubiyyət, yəni isimlər adlıq haldadır. 2 doğru cavabımdır. Yer zərfinə aid nümunə işlənib. Burada həyətdə ismidir, yer zərfi deyil, çünki konkret bir məkan bildirir. 3 yanlışdır. Əsas nitq hissələrindən say və əvəzlik işlənməyib. Bəli, bir qədər azalmışdır. Miqdar zərfidir, əvəzlikdə sayda işlənməyib. Deməli, doğru cavabımız olacaq 2 və 4 C variantı. Əvəzlik işlənmiş cümləni müəyyən edin. Atımızın birini vurdular, yoldaşlarımızdan ikisi yaralıdır. Burada bir saydı, biri mənsubiyyətdir, yə haldır. İkisi də eyni qaydada 2 sözün köküdür, də mənsubiyyət, sı bitişdirici. Sizdəki dözümə heyran qalmamaq mümkün deyil. Sizdəki, dakidəki. Bilirik ki, dakidəki şəkilçisi ilə düzələn sözlər əvəzlik deyil, sifətdir. Yayda hərdən ata ocağına baş çəkir, qohumlarla görüşür. Burada hərdən, hər əvəzliyindən, təyin əvəzliyindən düzəlib zərf. Evdə kimsə gəzişir, buna görə içəri girməyə ürək eləmirəm. Kimsə burada qeyri-müəyyən əvəzliyimdir. Beləliklə qərar verdik ki, həmişəlik vətənə qayıdaq, həmişəlik isə burada zərfdir. Doğru cavabımız olacaq D variantı. Növbəti sualımız. Saylardan sonra gələn isimlərin işlənməsi ilə bağlı uyğunluğu müəyyən edin. Doğru və yanlışdır. Çox nailiyyətlər. Bilirik ki, çox nailiyyətlər cəmdə işlənə bilər. 1 doğrudur. Az kitablar, az sözündə kitablar yox, kitab olmalıdır. 2 yanlışdır. Bir çox düşüncələr. Bir sıra bir çox sayları yalnız cəmdə olan saylardır. Deməli, bu doğrudur. Bir neçə məhsullar yox, bir neçə məhsul olmalıdır. Bu yanlışdır. 7 kitablar yox, 7 kitab, bu da yanlışdır. Deməli, doğru cavabımız olacaq 1 A, Y, 2 C, B, D, E variantı. Cümlələrdən birində altından xətt çəkilmiş söz adlı halda işlənmişdir. O, qayıqla yuxarı kəndlərdən gələn 2 kəndli keçirdi, 2 kəndlini keçirdi. Qeyri-müəyyən təsirli kal. Yadına düşdü ki, usta işi bitirəndə pul verməli olacaq, pulu verməli olacaq. Burada qeyri-müəyyən təsirlikdir. Baxan kimi geyimindən şəhər adamı olduğu bilinir. Baxın, burada şəhər adamı ikinci növ təyinli söz birləşməsidir. İkinci növ təyinli söz birləşməsinin aslı tərəfi də hər zaman qeyri-müəyyən yiyəlik hal olur. Ona görə burada yiyəlikdən sonra gələn söz mənsubiyyətdir, amma bizdə şəhərini soruşur. Burada qeyri-müəyyən yiyəlikdə getdi. Narın toz örtmüş qapaqda onun barmağının izi. Barmağının izi üçüncü növ təyinli söz birləşməsidir. Birinci tərəf yiyəlik hal, ikinci tərəf mənsubiyyət şəkilçisidir. Altından da izi sözünün xətt çəkilib. Deməli, adlı halda olan sözüm izidir. Doğru cavabım D variantı. Ocağın işığında oturub musiqini dinləmək həzz verir. Burada da qeyri-müəyyən təsirlikdir. Doğru cavabımız olacaq D variantı. Hansı cümlələrdə çoxaltma dərəcəsində olan sifət işlənmişdir? Həqiqəti öyrəndikdən sonra biz daha səmimi olduq. Səmimi burada adi dərəcədədir. Xırdaca damarlar yükün ağırlığından az qalırdı. Partlasın xırdaca, cacə ədatının köməyi ilə yaranıb çoxaltma dərəcəsidir. Ayağındakı təp-təzə naxışlı corabı ona nənəsi toxuyub. Təp-təzə çoxaltma dərəcəsidir. M-pırısı samitlərin köməyi ilə düzəlib. Çox yuxarı qalxma. Burada yuxarı zərfdir. Birdən ayağın sürüşə yıxılarsan. Burada yoxdur. Bu işi sübut etməyin çox çətin olacağını başa düşürdü. Çətin sifətdir, amma çox burada ədatdır. Burada çoxaltma dərəcəsi yoxdur. Doğru cavabımız olacaq 2-3 A variantı. Yazılışı və tələffüzü fərqlənməyən sözlərdən ibarət cərgəni müəyyən edin. Təhrik, təvəllüd, yurttaş. Burada fərqlənir. İxtisar, hiss edici, günahkar. Kar və keş şəkilçisi qəbul edən sözlərdə tələffüzdə fərqi olmur, amma digərlərində olduğu üçün C variantı ola bilməz. Abdalcasına, həşərat, təhkiyə. Burada da yazılış və deyiliş fərqlənmir. Doğru cavabımız E variantı. Tipik, marşrut, külünk. Burada fərqlənəcək. Şikəstə, patşa, asta. Asta, şikəstə. Burada da fərqlənəcək. Doğru cavabımız E bəndi. Hansı cümlələrdə mübtəda və xəbərin ifadə vasitəsi eynidir? Deyəsən, marağım qorxumdan qüvvətli idi. Necə idi? Qüvvətli idi. Xəbərim sifətdir, marağım isimdir. Deməli, bir ola bilməz. Biri sifətdir, biri isimdir. Onlar həmin xəbəri eşidəndə harada idilər? Harada idilər? Əvəzlik kim? Onlar. Deməli, həm mübtədam, həm xəbərim əvəzliklə ifadə olunub. Uşağın kədərli gözləri mənə çox şey deyirdi. Çox şey deyirdi. Nə? Uşağın kədərli gözləri. Biri feildir, biri də üçüncü növ təyinli söz birləşməsidir. Deməli, 3 ola bilməz. Hökmdar insanların dediyinə görə ədalətlidir. Necədir? Ədalətlidir. Kim? Hökmdar. Bu şəkildə yanaşsaq, yenə də burada eyni olmur. Çünki biri sifətdir, biri isimdir. Ən tez yorulanlar qabaqda gedənlərdir. Qabaqda gedənlərdir. Kim? Ən tez yorulanlar. Həm mübtədam, həm də
Xəbərin feili sifət tərkibi ilə ifadə olunub. Deməli, doğru cavabım olacaq 2, 5, B bəndi. Cümlələrdən birində yaşlı sözü ilə eyni köklü olan söz işlənməmişdir. Buradakı yaşlı sözü yaş ismindən, bir dəqiqə, yaş ismindən yaşlı olacaq. Ənvər kişi çox yaşlandığından artıq pilləkənləri tək qalxa bilmirdi. Burada artıq yaş ismidir, eyni köklüdür. Kiçik qardaşım və dayım oğlu təxminən eyni yaşı dedilər. Burada yaş ismindən düzəlib. Deməli, burada da eyni köklüdür. O gah anasının yaşlı gözlərinə, gah da dağınıq saçlarına baxırdı. Aha, burada artıq yaşlı sözünün kökü yaş, insanın yaş mənasında deyil, göz yaşı mənasındadır. Ona görə doğru cavabım C olacaq. Qeyd olunan nümunədəki sözlər eyni köklü ola bilməz. Qonşumuzun yaşayışı pis keçirdi. Burada yaşdan yaşamaq. Xalq onu daim qəlbində yaşadacaq. Burada yaşat, yaşadacaq. Doğru cavabımız olacaq C bəndi. Tabelik bağlayıcısının iki müxtəlif növü işlənmiş nümunə hansıdır? Qorxuram ki, nəzər əhli deyə naqisdir bu söz, oxşadam hüsündə hərçənd tamam ayəsəni. Buradakı iki bağlayıcım olacaq aydınlaşdırma, hərçənd bağlayıcım olacaqsa güzəşt. Elə cavabımız A variantı. Bir şəhid ki, ustadına kəm baxa, onun gözlərinə qan damar-damar. Burada ümumiyyətlə bağlayıcı yoxdur. Zakir tək yanmağa eşq atəşinə, cürət var isə pərvanə gəlsin. Biz bilirik ki, istədən sonra virgül qoyularsa burada bağlayıcı ola bilməz. Zakir təksə burada tək qoşmadır. Baş götür bu əhli dünyadan ayaq tutunca qaç, nə qıza, nə oğula, nə dosta, nə yarə bax. Burada nə olacaq mənim inkarlıq bağlayıcım? Gah zaman başına tirmə şal bağlar, gah olur zülf gizləyib xal bağlar. Burada gah-gah bölüşdürmədir, həmçinin tabesizlik bağlayıcısıdır. Məndən isə tabelik bağlayıcısı soruşur. Ona görə doğru cavabım olacaq A variantı. Söz birləşməsi işlənməyən cümləni müəyyən edin. O gün kənd sakinlərinin hamısı bizə köməyə gəldi. Nə etdi köməyə gəldi? Kim? Kənd sakinlərinin hamısı. Burada söz birləşməsidir. Uşaqlar çəmənlikdə kəpənəkləri maraqla seyr edirdilər. Nə edirdilər? Seyr edirdilər. Kim? Uşaqlar. Harada? Çəmənlikdə. Nəyim? Seyr edirdilər kəpənəkləri. Kəpənəkləri necə seyr edirdilər? Maraqla. Gördüyümüz kimi burada söz birləşməsi yox, müstəqil mənalı sözlər işlənmişdir. Deməli, doğru cavabımız olacaq B bəndi. Zərurət bizi seçim etmək çətinliyindən azad edir. Azad edir nə? Zərurət nədən? Seçim etmək çətinliyindən. Burada artıq söz birləşməsidir. Həqiqətin alovu onu aparan əlini tez-tez yandırar. Yandırar nə? Həqiqətin alovu onu aparanın əlini. Burada da söz birləşmələri işlənib. Daxili gözəlliyin canlandırmadığı xarici gözəllik tam olmaz. Tam olmaz. Nə? Daxili gözəlliyin canlandırmadığı və xarici gözəllik. Burada da söz birləşmələri işlənib. Məndən də istəyir ki, söz birləşməsi işlənməyən cümləni tapaq. Doğru cavabımız olacaq B bəndi.